Sabahınız xeyir olsun, hörmətli izləyicilər. Aprel iştirakçısı, 44 günlük Vətən müharibəsinin iştirakçısı, Bərdə rayon hərbi polis dağım komandirinin müavini Gizir Cəfərzadə Elvin Ramizovunun anım günü tədbiri qeyd olundu. İstərdim ki, Elvin xatirələri haqqında. Mən Cəfərzadə Şərqiyə, Cəfərzadə Elvinin anasıyam. Hələ uşaqlıqdan vətəni, torpağı sevən oğlan olub, igid oğlu olubdur. Hər zaman həmişə deyirdi ki, bizim bu torpaqlara inşallah biz gedərik, torpaqlarımıza geri qaytararıq, bizim kimi oğlanlar. Biz anayıq da, biz deyirdik ki, uşaqlarımız getməsin, yanımızda olsun. Amma deyirdi ana, mən getməyim, o birisi getməsin, biz gedəcəyik. Görürsən, mən heç kəsdən qorxmuruq. Hələ 2015-16-cı ildə əskərlikdə olarkən mənim oğlum aprel döyüşlərində iştirak edir. O hərbi xidmətdə olarkən aprel döyüşlərində iştirak edir. Qayıdıb gələndən sonra dedi ki, yox, mən hərbiçi olacam. Biz başqa sənətə yönəlsək də, onun fikri ancaq torpaqlarımızı almaq, vətən keşiyində durmaq istəyirdi, hər zaman da istəyirdi ki, vətən keşiyində olsun. Hərbi xidmətdən qayıdıb gələndən sonra o 6 ay kursa getdi. Qayıdıb gələndən sonra öz rayonumuza, Bərdə rayonunda hərbi polis tağım komandiri müavini Gizir kimi çalışdı. 4 il idi ki, Gizir 3-cü il idi, 3 il yarım idi, Gizir kimi çalışırdı. Postlara gedirdi. Necə deyərlər, uşaqlarla bir yerdə, hər dəfə gələndə deyir ki, görən nə vaxtsa biz gedəcəyik bu torpaqlarımıza. Bu 30 illik həsrətə son qoyacaq. Elə oldu ki, müharibə başlayanda o da hamı kimi silaha sarıldı. Vətən torpağımızı geri qaytarmaq üçün getdi. Çalışdılar 44 günü müharibədə, 30 illik həsrətə 44 gün müharibədə son qoydular. Neçə yaralıları daşıdı. Necə deyim, mənim üçün çox ağırdır. Onun üçün xatirələri danışmaq. Mən elə bilirəm ki, hər zaman Elvin yanımdadır. Zəfər çaldılar. 44 gün müharibədən sonra uşaqlar zəfər çaldı, yigitlərimiz zəfər çaldı, torpağımız alındı. Amma biz bilməzdik ki, müharibədən az sonra mənim oğlum şəhid olacaqdı. Onu da xatırladım ki, Elvin tək deyildi müharibəyə gedəndə. Ondan başqa qardaşı da bu Suqovuşan tərəfdən gedirdi, müharibədə iştirak edirdi. O biri qardaşı Zəngilan, Qubadlı tərəfdən gedirdi. Şuya birinci girənlərdəndir, zabitdir hal-hazırda. 4 dənə ya 3 dənə səhv eləmirəmsə medalı var. Amma bir an olaraq, Elvin hansı sözü yadında düşəndə göz yaşlarına açıldı? O mənim üçün çox ağırdı, çox ağırdı. Həyata keçəndə həmişə mənə heç ana demirdi, ömrüm deyə çağırırdı. Ana, nə bişirmirsən? Havanı eləyirdi, deyirdi, yaman qəşəng qoxusu gəlir. Nə bişirmirsən ömrüm? Nəsə o xoşlamadı, yeməyin adını çəkirdim. Deyirdi ki, yox, yalan deyirsən. Mən xoşladım yeməyi bişirmirsən. Müğənnimiz, xanəndəmiz var, Mirələm o. Elə bir ki, mən onun arzusundayam ki, Mirələm nə vaxtsa bizim Bərdə torpağına ayaq basanda, mənim oğlumun məzarı qırağında o hardasan ömrüm mahnısını. Mən onu istəyərəm ki, Mirələm mənim çox istədiyim, hörmət elədiyim bir xanəndədir. İstəyərdim ki, mənim oğlum məzarı qırağında ömrüm mahnısını oxusun. Çünki o mənə həmişə ömrüm. İndi mən onu həmişə deyirəm ki, hardasan ömrüm. Onun axşam işdən gələn saatlar olanda elə bil onun, külək onun elə bil ki, Allah haqqı məni qınamayın. Elə bilirəm ki, şər qarışanda onun qoxusunu, ətrini gətirir. Çıxıram həyətə, elə bilirəm ki, Elvin məni çağırır. Amma qayıdıb təzədən keçirəm evə, görürəm ki, yoxdur. O mənim üçün dünyaları idi. Həmişə deyirdi ki, ömrüm, narahat olma, mən səni saxlayacağam. Səni, həmişə də bir sözü vardı ki, həmişə deyirdi ki, sənin xətrinə dəyənləri mən həyatdan silərəm. Sənin xətrinə nə qədər ki, mən varam, sənin xətrinə heç kim dəyməz. Amma bu 5-ci ildir mən yollardayam. Xətrimə elə Elvin dəydi, getdi.
şəhid oldu vətən uğrunda, torpaq uğrunda şəhid oldu. Qanları ilə, canları ilə tarix yazdılar, amma özü yaşamadı. Gələnəcək nəsillərə tanıtdılar. Mən də istəyərdim ki, Elvin kimi oğlanları, 3000 şəhidlərimizin hamısının anasıyam. İstəyərdim ki, bunlardan dastanlar, poemalar, əsərlər yazsınlar, gələcək nəsillərə tanısınlar ki, çünki bunlar toysuzdur, çoxsu toysuzdur, subaydı, yurdunda bir balası da yoxdur. Amma kitablara, dəftərlərə düşsələr, kitablara yazsalar, unudulmazlar. Deyir o şəhid olanda yox, unudulanda ölür. Mən istəyərdim ki, bir ana kimi, bir hərbiçi anası kimi, bir şəhid anası kimi istəyərdim ki, bizim balalarımız unudulmasın. Hər zaman yaddaşlarda qalsın. Bizim bircə rızamız odur ki, dövlətimiz başda olmaqla prezidentimizə təşəkkür edirəm, Mehriban xanıma, İlham Əliyevə, onun siyasətindən şəhidlərimiz 44 gün müharibədə zəfər çaldılar. Allah onlara can sağlıq versin, şəhidlərimizin də məkanı cənnət, məqamı olsun. Uğrunda canını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlıq sükutla yad etməyinizi xahiş edirəm. Allah məkanlarını cənnət eləsin. Çıxış nitqi ilə Dəmir Yumruq Alfa Ad Cəmiyyətinin sədri Ülviyə xanım Əsədovaya söz veririk. Buyurun Ülviyə xanım. Salamlarımızı salamlayıram. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından qanından keçən cəm şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Və torpaqlarımızın azadlığı uğrunda əskərlərimiz, zabitlərimiz, könüllülərimiz, polislərimiz öz sağlamlığından olub. Onlara da Allahdan şəfaət edirəm. Biz bir dəmir yumruq kimi birləşən bu xalqın yanındayıq. Çünki 44 günlük vətən müharibəsi bütün dünyaya bu ölkənin hər bir xalqının igid qəhrəman olduğunu göstərdi. Bəli, 44 günlük vətən müharibəsi bu nə deməkdir? İllərcə müharibə yolu ilə əldə olunan torpaqlar heç vaxt geri qaytarılmayıb. Ancaq buna böyük siyasət lazımdır. Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham Əliyevin böyük siyasəti ilə və xalqın ona olan sevgisi ilə, ordunun gücü ilə
Bəli, biz qalib ölkə olduq. Bugün bir məqsədimiz var. Bizə qaytarılan birliyi əbədi qoruyub gələcək nəslə ötürmək. Bəzən analarımızı, mən onu burada açıq şəkildə elan edəcəm. Bizim əskərlərimiz, əskəri xidmət vəzifəsini yerinə yetirəndə dünyasını dəyişir. Bizim hərbi polislərimiz dünyasını dəyişir. Bundan analar küskün qalıb. O anaların ürəyini bir azca ruhlarına sevgi vermək də bizlərə düşür ki, bu tədbirlərdən keçəcək, onlar da biraz sevinsin. Bəzən bəzi analarımız, mən buradan bütün analara üzüm tuturam. Sizin hər biriniz yarasınız, hər birinizin yarasına qurban olur. Ancaq niyə bəzi qüvvələr bizim anaları ayağa qaldırmalıdır? Niyə bəzi qüvvələr, içimizdə olan xain qüvvələr onları bir azcadan qızışdırıb dövlətimizin əleyhinə nəsə deməlidir? Axı biz Azərbaycanlıyıq. Axı biz elə bir ölkədə yaşayırıq ki, bu ölkədə şəhidinə, qazisinə, xəstəsinə, əlinə dəyər verən bir dövlətdə yaşayırıq. Biz bir-birimizə dayaq olmasaq, bir-birimizə sevgi verməsək, bəs bizi kim sevər? Niyə biz düşmənləri sevindirməliyik? Bugün məhz biz Elvinimizin də tədbirini keçirtməyə qərar aldıq. Niyə? Çünki Elvin 44 günlük vətən müharibəsində yüzlərlə şəhidi öz qucağında çıxardıb. Elvin aprel döyüşlərində iştirak edib, qəhrəmancasına və öz vəzifəsini yerinə yetirəndə bir hərbi polisimiz dünyasını dəyişib. Bugün onun anasını sevindirmək, onun anasının yanında olmaq ki, biz səninləyik. Bütün Azərbaycanda insanlar bir-birinə dəyər verməlidir. Əgər bir dəmir yumruqsa, bu yumruğu möhkəm saxlamaq üçün bir-birimizə sevgi verməliyik. Bu sevgini də kimsə bu Azərbaycan xalqından ala bilməz. Çünki Azərbaycan Respublikasının Ali Başkomandanı bir kəlməsi ilə xalqına müraciət edəndə hər kəs bir dəmir yumruq oldu. Və bu yumruğu da bizə şəhidlərimizdən tökülən qandan qalıb. Gəlin bu birliyi qoruyaq. Gəlin bir-birimizə dəstək olaq. O yaralı anaların da yanında olaq. Qoy onlar da bir əlcənə ürəkləri sevinsin ki, biz unudulmamışıq. Və biz unudan xalq olmayaq. Bir-birimizə dəyər verək. Bir-birimizə sevgi ilə yanaşaq. Bir ananın gözü ağlayanda onun gözünün yaşını silməyi bacaraq. Və mənim əziz xalqım, artıq bilirsiniz ki, 5 ildən artıqdır mən dayanmadan şəhid ailələrinin, qazilərin yanındayım. Niyə? Məqsədim nədir? Bəzən mənə deyirlər ki, sənin başın xarab olub. Bəli, mən hər şeylə olmuşam. Ancaq mənim bir məqsədim var. Yumruq kimi birləşən bu xalqın, birliyin gələcək nəsli ötürək. Çünki bizim düşmənimiz susmayıb, bizim düşmənimizin gözü hələ də bizim torpaqlarımızdadır. Ancaq bizim birliyimiz olsa, bizim sevgimiz bir-birimizə qarşı daha möhkəm olsa, doğrudan da biz bu qalibliyi gələcək nəsli ötürəcəyik. Bu birliyi gələcək nəsli ötürəcəyik. Birliyimiz üçün və anamıza deyirəm, başın sağ olsun. Başın sağ olsun, vətən sağ olsun deyən dilinə qurban. Və torpağını sevən ürəyinə qurban. Biz oğullarımızı şəhid verməsək, bu vətəni qorumasaq, bəs kim qoruyacaq? Vətənsiz, torpaqsız biz heç kimik. Ancaq bizim torpağımız, vətənimiz var, Azərbaycan. Və Azərbaycan xalqı bir-birini sevməlidir. Bu birliyi qorumalıdır. Ulu öndərimizin, Allah ona qəni-qəni rəhmət eləsin, bir sözü vardı. Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam. Bəli, biz fəxr etməliyik ki, biz Azərbaycanda yaşayırıq. Biz fəxr etməliyik ki, Allah Taala bu dövlətə elə bir başçı yollayıb ki, bütün dünyada bu kiçik dövləti tanıdıq. Biz insanlarsa birliyi qorumalıyıq. Birliyimiz naminə və mənim Elvin qardaşıma deyirəm. Allah sənə rəhmət eləsin, məkanın cənnət olsun, ruhun şad olsun, biz sənin ananın yanındayıq. Sağ olun, xoş gəlmişsiniz. Uğrunda fəda edən bütün oğulların anılmağa haqqı var. Bütün anaların hər zaman diqqət və sevgi, qayğı içərisində yad olunmağa, onların yanında olmağa həqiqətində haqqı var, şəfqətə ehtiyacları var. Əslində onların maddi dəstəyə ehtiyacları yoxdur. Onların ehtiyacları odur ki, bizim vətən oğullarına olan borcumuz, onlara olan sədaqətimizdir. Bir ömür boyu onları yaşatmamızdır. Bugünsə söhbət Elvin Cəfərzadədən gedir. Hörmətli iştirakçılar, əziz şəhid ailələri, vətənsevərlər, bugün burada igid övladımız
İki vətən müharibəsində könüllü iştirak etmiş, canını torpaq uğrunda fəda etmiş qəhrəmanımız Elvinin əziz xatirəsini yad etmək üçün toplaşmışıq. Elvinin həyatı, onun cəsarəti və fədakarlığı bizim üçün əbədi nümunə, ruhumuza dirəkdir. O sadə bir əskər deyil, bir qəhrəman, bir idealdır. Vətənin səssiz fəryadına ilk cavab verənlərdən biridir Elvin. Bu anın günü onun ruhunu yad etməklə yanaşı, həm də bu torpağa olan borcumuzu bir daha xatırlayırıq. Elvinin həyat yoluna qısa bir nəzər yetirək. Elvin kim idi? Elvin Cəfərzadə Ramizoğlu 1996-cı il noyabrın 8-də Verda rayonunun Göypər kəndində dünyaya göz açdı. Uşaqlıqdan vətənpərvərliyi, mərdliyi ilə seçilirdi. Orta məktəbi başa vurduqdan sonra hərbi xidmətə yollandı. O hərbi xidmətini adı şərəf və fədakarlıqla yazılan qəhrəmanlardan biri də Bərdə rayonunda dünyaya gəlmiş Cəfərzadə Elvin Ramizoğludur. O 25 illik ömründə xalqına, dövlətinə sədaqətlə xidmət edərək vətənpərvərliyini və əsl qəhrəmanlığının canlı nümunəsinə çevrilmişdir. Elvin ailəsinin son beşiyi idi. O ilkin hərbi xidmətini başa vurduqdan sonra könüllü olaraq Azərbaycan Respublikasının silahlı qüvvələrinin sıralarına qoşulmuş və hərbi xidmətini böyük məsuliyyətlə davam etdirmişdir. Xidmət dövründə göstərdiyi fədakarlıqla, xüsusilə 2016-cı ilin aprel döyüşlərində nümayiş etdirdiyi şücaət, onun peşəkar və vətən müdafiəçisi kimi formalaşdırıldığını sübut etmişdir. Elvin Cəfərzadə hərbi polis sıralarında tağım komandiri vəzifəsində çalışaraq tabeliyində olan hərbi qulluqçulara həm nizam, intizam nümunəsi, həm də mənəvi dayağa çevrilmişdir. Onun liderlik keyfiyyətləri və yüksək vətən sevgisi 2020-ci ildə də baş vermiş 44 günlük vətən müharibəsi daha aydın şəkildə özünü göstərmişdi. Elvin bu müharibədə də fədakarcasına iştirak etmiş. Azərbaycan əsgərinin rəşadətini dünyaya göstərən minlərlə qəhrəmanlardan biri olmuşdur. Təəssüf ki, Elvinin həyat yolu qəfil ürək tutması nəticəsində vəzifə borcunu yerinə yetirərkən yarımçıq qalmışdı. Hərçənd ki, o döyüş meydanında şəhid olmamışdı. Lakin Elvinin keçdiyi yol, göstərdiyi xidmət, vətən uğrunda sərf etdiyi həyat onun xalqının yaddaşında şəhidlik zirvəsinə yüksəltmişdir. Azərbaycan xalqı Elvini üç rəngli bayrağa sarıyaraq doğulduğu kənddə izdihamla son mənzilə yola salmışdı. Bu, onun cəmiyyət üçün nə qədər dəyərli olduğunu sübut edən mənzərə idi. Elvinin anası bu gün də oğlunun gələcəyinə gerçəkləşməmiş arzularına inanır. Hər bir ana üçün övladının itkisi ağır dərddir. Amma bu acının içində bir təsəlli var. Elvinin ruhu cənnətdədir. O sadəcə ailəsinin deyil, bütün bir xalqın oğludur. Öz ayaq izlərini Azərbaycan torpağında əbədiləşdirilmək, minlərlə şəhidin sırasına qoyub getmişdir. Elvin Cəfərzadənin həyat yolu sübut edir ki, qəhrəmanlıq yaşla ölçülmür. Onun qısa ömür, böyük ideyalara xidmət etmiş, adını Azərbaycan xalqının şanlı tarixinə yazdırmışdır. Bu xalq öz qəhrəmanlarını heç vaxt unutmayacaq və onların xatirəsini gələcək nəsillərə örnək olaraq yaşadacaq. Ruhun şad olsun, qəhrəman edin. Anası Şərqiyə xanıma söz verir. Məclisi təşkil edənlərə, zəhmət çəkib gələnlərə təşəkkür edirəm. Mənim tanımaq üçün, tartmaq üçün. Başda Ülviyə xanımına, hamıza təşəkkür edirəm. Nə dəblərəm mən oğlum? Oğlum barəsində nə dəblərəm? Nə dedilərsə, onlar özləri dedilər. Bu 44 günlük müharibədə, aprel döyüşlərində igid oğlanlarımız yazdı tarixləri. Biz onları böyütcək də, amma onlar vətən uğrunda, vətənlə döyündü ürəkləri. Hər zaman da vətən deyə getdilər. Elvin tək getmədi, öz qardaşı ondan qabaq getmişdi. Bu hələ qardaşı hərbi akademiyonu qutaranda biz dedik, Elvinə başqa bir məktəb yönləndirdik ki, getsin orada oxusun. O dedi, yox, mənim qardaşım niyə hərbiçidir, mən də hərbiçi olacaq. Hərbi xidməti başa vurandan sonra
Doktorlarımız da dedi ki, mən təzən müdaxilə eləmək istəmirəm. Ürəyi vətənlə döyünən mənim balam hərbi xidmətdən sonra hərbi polis oldu. 3 il idi vətənə, dövlətə xidmət edirdi. 44 günlük müharibə başlayanda hamı kimi o da silaha sarılıb vətənin, torpağın keşiyinə getdi, qorumaq üçün getdi. Nə qədər neytral zonamızdan şəhidlərimizi, yaralarımızı daşıdı. Rəisin verdiyi tapşırıqları yerinə yetirdi. 8 noyabr onun ad günüydü. Əvvəlcə dövlət başçımız İlham Əliyev cənabları 10 noyabra zəfər çaldığımızı qeyd edirdi. Sonra çəkdilər 8 noyabra, əgər yadınızdadırsa, 2020-ci ildə. 8 noyabra salanda bu evə gəlmişdi əynini dəyişməyə. Dedi ki, ana görsən nə gözəl günə təsadüf edib mənim ad günüm. Bütün Azərbaycan mənim ad günümü qeyd edəcək. Amma sevincimiz çox çəkmədi. Cəmi müharibə qutaranından ay yarım sonra mənim oğlum vəzifə borcunu yerinə yetirəndə, dövlət tapşırığı yerinə yetirəndə, Ağdam mərzil postunu dəyişəndə ürək tutmasından həlak oldu. Şəhidliyə ucaldı. Onu bir şəhid kimi, əhkililərlə, idarə heyəti ilə, 2000 nəfərlə bir şəhid kimi dəfn edilir. Azərbaycanın bayrağına, canlarından keçdikləri Azərbaycanın bayrağına bir şəhid kimi gətirib dəfn elədilər. Allah cəmi şəhidlərimizin məkanı cənnət, məqamıcı olsun. Mən tək Elvinin bir şəhid anası, bir hərbiçi anası yox. Mən 3000 şəhidin anasıyam, bacısıyam. Onların çoxsunun bəlkə də çoxsu subaydı. Ailəsində, yurdunda bir balası qalmayıb Elvin kimi. Mən istəyərdim ki, gələcək nəsillərə bir kitablarda bizim uşaqlar barəsində, qəhrəmanlıq barəsində yazsınlar. Uşaqlar, gələcək nəsillər tanısın ki, belə bir oğlanlar gəlib keçib. Tarixə düşsün bizim uşaqlar. Biz dövlətimizdən, prezidentimizdən, Mehriban xanımdan heç nə istəmirik. Sadəcə bizə maddi yox, mənəvi dəstək lazımdır ki, biz şəhid anaları hər zaman ayaq üstə duraq. Onlar bizi dəstəklədiyi kimi biz də onları dəstəkləyək. Allah onlara can sağlığı versin. Dəmir yumruq hər zaman var olsun. Nə deyim valla, bilmirəm nə deyim. Ruhları şad olsun, məkanları cənnət olsun. Hoş gəlmişsiniz. Bugünkü gündə anıya səbir diləyirəm. Allah bütün şəhidlərimizin məqamını uca eləsin. Allah elimizi, obamızı, yurdumuzu, yuvamızı qorusun. Hamıya can sağlığı versin, səbir versin anıya. Məqamı uca olsun, ucalardan uca olsun. Allah hamımıza can sağlığı versin. Bu tədbiri təşkil edənlərin də hər birinə təşəkkür edirəm. Elmar balamız, Ülviyə xanım, Kəmalə xanım, hər birinə təşəkkür edirəm. Allah razı olsun hər birinizdən. Sağ olun. Şəhid Əfqanın anası. Buyurun. Mən şəhid Nəsrov Əfqanın anasıyam. Allah bütün şəhidlərimizin ruhu şad olsun, yeri cənnət olsun. Ana, oğlum da ruhu şad olsun. Bir gün onun ocağına yığışmışıq, onun adına gəlmişik. Ruhu şad olsun bütün şəhidlərimizin. Tək oğlumu demirəm, bütün şəhidlərə hamısına aiddir. Şəhidlərimizin hamısı qəhrəmandır, hamısı igiddir. 30 ildə torpaqlarımız alındı, alnımız, üzümüz ağdı. Yəni, Allah dövlətimizi də qorusun. Bu 5 ildə bütün şəhidlərimizin, valideynlərin hər zaman yanında olan Ülviyə xanıma təşəkkür edirəm. Allah ona can sağlığı versin, Allah onu gözəl ürəyinə görə versin ki, bu 5 ildə biz şəhid valideynlərin yanındadır. Çox sağ olun. Mirzəyev Arazın anasıyam, Lənkərandan. Mən də anaya başın sağ olsun, vətən sağ olsun. Arazın 18 yaşı var idi, amma çox vətənə bağlı, sevgi dolu. Araz elə bir ki, 4-cü sinifdən dini məktəbi okurdu. Həmişə də şəhidlikdən deyirdi. Deyirdi ki, mama, mən şəhid olacağım. Həmişə də şəhidlikdən danışırdı. Deyirdi ki, mama, mən şəhid olacağım. Xocalıda o uşaq ki var, onun yadından heç vaxt çıxmırdı. Həmişə deyirdi ki, mama, biz torpaqlarımızı alacağıq. Vətən sağ olsun. Çox sağ olun.
Buyurun Könül xanım. Bura gələn qonaqlarımızı salamlayıram. Gələn ayaqlarınız var olsun. Birinci başda bu tədbirləri təşkil edən Ülviyə xanıma, Kəmalə xanıma, Elmar qardaşımıza təşəkkürümüzü bildiririk. Allah cəm şəhidlərimizin ruhunu şad eləsin, məkanları cənnət olsun. Fərqiyə bacımız, şəhidimizin, Arazımızın anası dediyi kimi, bütün şəhidlərimiz hamısı gedəndə həm gülüb, həm də deyib şəhid olacaq. Bu sözü deyib gediblər. Anam, Elvinimizin anası, Allah sizə səbir versin, dözüm versin. Səbri verir, amma dözümü möhləti versin. Bütün balaları biz yaşada bilək. Allah hamısının ruhunu şad eləsin, məkanlarını cənnət eləsin. Var olasın. Cəfərzadə Elvin aprel döyüşlərində 2016-cı ildə minaatancı kimi iştirak edərək düşmənə qarşı rəşadətlə döyüşdü. Hərbi xidmət bitdikdən sonra da vətən sevgisi sönmədi. Əksinə, o daha da alovlandı. Elvin hərb sənətini daha dərindən öyrənmək üçün kurslara yazıldı. Sonra Bərdə rayonunda hərbi polis taborundan tağım komandirinin müavini gizir kimi çalışmağa başladı. Xidmətinə davam edən Elvin təxriz olunan əsgərləri yola saldı. Rus sülh məramlarının Ağdərəyə aparılmasında iştirak etdi. Döyüşlərin gərginliyi, yaşadığı ağır hissələrin izləri ürəyində dərin yara açmışdı Elvinin. Amma o həkimə getməyə vaxt tapmadı. Çünki vətən borcunu onun üçün nə qədər dəyərli, nə qədər üstün olduğunu bilirdi və o canından artıq sevdiyi vətəninə öz sağlamlığını qurban etdi. Ağlayıb qaralar bağlama ana, qoy vətən sağ olsun, yurdum var olsun, mənim üçün matəm saxlama ana. Ana mən şəhidəm, yerim cənnətdir. Bilirsən, şəhidlər heç zaman ölməz. Mən qurban getmişəm vətən yolunda, şəhidləri olan vətən bölünməz. Qoy şəhid olmağım üzməsin səni. Düşün ki, ellərin əziziyəm mən. İndi azad olub hər bir qarışı, qalib bir ölkənin haqq səsiyəm mən. Şəhidlər bu xalqın qürur qaynağı, şəhidlər ölməyib, onlar diridir. Torpaq rəng alarsa şəhid qanından, demək ki, o müqəddəs bir ant yeridir. Zirvələrindən biridir. Bu məqam elə bir dərəcədir ki, ona yalnız Allaha olan sonsuz sevgi, iman və ixlasa çatmaq mümkündür. İslamda şəhid, Allah yolunda canını fəda edən, haqq uğrunda həyatını qurban verən insandır. Quran-ı Kərimdə açıq şəkildə bildirilir ki, Allah yolunda öldürülənlərə ölü deyirlər. Onlar diridirlər. Rəbləri yanında ruziləndirirlər. Bu adi bir ölüm deyil, əksinə, əbədi bir həyatın qapısıdır. Ən uca şəhidlik, cihad zamanı, dinin, vətənin haqqın müdafiəsini düşmənlə üz-üzə döyüşdə ölənlərə aiddir. Lakin şəhidlik yalnız səngərdə deyil, həyatın müxtəlif anlarında baş verə bilər. Ailəsinin namusunu, malını, vətənini müdafiə edərkən həyatını itirərsə, o da şəhiddir. Çünki bu, haqqın, şərəfinin qorunması deməkdir. Bundan əlavə, bəzi müsibətlərdə, təbii ölümlərdə şəhidlik sayılır. Boğularaq, yanaraq, torpaq altında qalaraq, taun və digər başlıca xəstəliklərlə olan, vəfat edən insanlar da şəhid sayılır. Allah şəhidlərimizin məqamını uca etsin, rəhmət etsin deyiləm. Çünki rəhmət ölülərə deyilir. Şəhidlər Allah dərgahında sağ olduqlarına görə Quran-ı Kərimdə də Əl-İmran surəsində və Bəqərə surəsində də öz əksini tapmışdır. Mən istərdim ki, oğlum şeirini səsləndirim. Bu, evladını itirən hər bir ana üçün bir təsəlli şeiridir və inanıram ki, bu şeirin
bəndlərində, misralarında hər bir ana istəyərdi ki, elə oğlu yanında olsun, onu ziyarətə gedəndəmi və evlərindəmi. Anan gəlir, sənin məzarın üstə. Nə olar yuxudan oyansan oğlum, çiçək gətirmişəm, bir iki dəstə. Durub qabağımda dayansan oğlum. Varlığı dayazdır, ölümü dərin. Məni də onun tək torpağa sərin. Gedəndən yığılıb, açılmır yerin. Bir gəlib yerinə uzansan oğlum. Böyük bir rəsmin asılıb divarda. Böyük bir rəsmin asılıb divarda. Səni sevən hər kəs dərddə, azarda. Mən heç tək qoyaram səni məzarda. Gələrəm təklikdən usansan oğlum. Apardın evimizin saadətin sən. Yanında görürəm kölgəni bəzən. Nələri verməzdim ay elvim mən. Gəzib qapımızda dolansan oğlum. Gəzib qapımızda dolansan oğlum. Qarşınızda baş verən bütün şəhid ruhlarının qarşısında eləcə də və sizə səbir dözüm diləyirəm. Səndirəcəyim şeir Dəmir yumruq
Alfa Cəmiyyətinin sədri Ülviyə Əsədovanın Torpağına Qurbanam adlı kitabındandır. Balam şeiri. Daş olan balam, gözlərdə əbədi yaş olan balam, qəlbimi köynədir, sızladır yaram, torpağa yaraşıq baş olan balam. Qara saçlarıma qar eləmisən, görən gözlərimi kör eləmisən, dərdini sinəmdə qor eləmisən, torpağı anadan çox sevən balam. Müqəddəs ant yerim, pir ocağımsan, günəş tək zülmətə nur çırağımsan, vətən torpağında bara qazımsan, vətəndə vətənə qaş olan balam, vətəndə vətənə qaş olan balam. Necə deyirlər, artıq bir ailəyə çevrilmişik. Sizlərlə şəhid analarımız, əzizlərimiz, doğmalarımız, hər birinizi salamlayıram. Başda Dəmir Yumruq Alfa Cəmiyyətinin sədri, Dəmir Yumruq ailəsinin anası deyərdim. Bəzən soruşurlar, bəs atası kimdir? Ülviyə xanım deyirlər, atası da mənəm, anası da mənəm. Həqiqətən bu ailənin atası da Ülviyə xanımdır, anası da. Yəni, bu qədər yükü çeynində gəzdirmək hər xanımın gücü deyil. Allah sənə can sağlığı versin, əzizim. Allah bu güc qüvvəti sənə çox görməsin. Və mən bizim, yenə deyirəm, əzizlərimiz, artıq ailəyə çevrildiyimiz şəhid analarımız, Allah sizlərə can sağlığı versin. İnanın, siz bir evlad şəhid verdiniz. Amma siz milyonlarla insanların anası oldunuz və o 3000-dən çox şəhidlərimizin də, necə deyərlər, sizin balanız oldu şəhidlər, siz də onların anası oldunuz. Biz Dəmir Yumruq ətrafında birləşdik, inşallah hər zaman bir olaq, hər zaman yumruğumuzu möhkəmlədək ki, bizim bayaq Ülviyə xanım qeyd elədi, düşmənlərimiz hər zaman ayıq-sayıqdır, oyaqdır, bir an axtarırlar ki, yenə də bizim torpaqlarımıza qəsd eləsinlər, amma biz hər zaman ayıq olmalıyıq, hər zaman yumruğumuzu, belə necə deyərlər, möhkəm saxlamalıyıq ki, düşmən addım atan kimi biz necə Ali Baş Komandanımız demişdi, elə o yumruğu onların başına oradaca endirək. Düzdür, qansız qadasız heç nə olmur, yəni necə deyərlər, bir misal var, deyir ki, yağış yağanda torpaq çamur olur, amma qan töküləndə vətən. Bax, o vətənli, canlı, necə deyərlər, vətənli candan və sizlərdən, bizlərdən çox sevən şəhidlərimizin məkanı cənnət olsun, məqamları uca olsun. Və mən hər zaman alışdığım qədər, bacardığım qədər sizlərin yanındayım, Dəmir Yumruq ailəsinin bir üzvü olaraq. Biz hər zaman sizin yanınızdayıq. Və Ülviyə xanım həmişə qeyd edir, deyir ki, o şəhid anası ki, mən ifa eləmişəm o mahnı, yəni doğrudan da sevə-sevə və o mahnını ifa eləyəndə hər zaman qeyd edirəm, doğrudan da ağlamışam. Çünki mən özümü sizin yerinizə qoyuram o an. Bizim evladımız bir dəqiqə dərsdən hardansa gec gələndə gözümüz yolda qalır, ürəyimiz narahatdır. Amma sizin gözləriniz hər zaman yoldadır. Ona görə mən sizin qarşınızda baş əyirəm. Allah sizlərə can sağlığı versin. Elə eybi yox, gözləriniz yollarda olsun. Amma siz yaşayın və şəhidlərimizi hər zaman yaşadaq, onları unutmayaq, amma ağlamayın. Başınızı dik tutun, qürurlu sağlığı versin. Şehitlerin derdi, elin derdidir.
İnanın elimizde çare olsa sizden çok biz ağlayarıq ki biz sizə təsəlli olaq, biz sizin həmişə yanınızdayıq. Allah sizlərə can sağlığı verir. Hekayələri, döyüş yolu yer almışdır. Mən məsləhət görərdim ki, bütün Azərbaycan gəncliyi bu qəzeti alıb, oxusun, burada qəhrəmanlarımızı tanısın, ziyalılarımızı tanısın, şairlərimizi tanısın, dövlət rəhbərlərini tanısın və hər birinə bu qəzeti alıb oxumağını mən tövsiyə edərdim. Burada bizim şəhidlərimiz var, Naxçıvan şəhidlərimiz də var. Qiymətləndirildi və Cənab Prezident İlham Əliyev onu ölümündən sonra igidliyə görə medalı ilə tərtib etdi. Qürurverici faktdır ki, Elvinin digər qardaşı da zabiti və Şuşaya birinci girən igidlərdən biridir. Onun da bir neçə medal var. Gəllərə gətirdi bizlərə, səmada uçan qartallar, düşmənə zərbə vurdular, qəhrəman igid olurlar. Gəllərə gətirdi bizlərə, dünyaya səs saldı ordumuz, çünki hak yoluydu yolumuz, birləşən güclü kolumuz,
şehirsiz kertemiz, sönmez vətən içkimiz, bin əskər qazimiz, qələbə gətirdi bizlərə. Sevməyə Azərbaycanı, heyrətlə qoydu dünyanı, şəhidlərin axan qanı, qələbə gətirdi bizlərə. Sevməyə Azərbaycanı, heyrətlə qələbə gətirdi bizlərə. Qələbə, qələbə, 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 qələbə gətirdi bizlərə. Xəbər bayramıdır və şəhid sevdalıydı. Qərənfilsən, tər çiçəksən, al qırmızı, parlaq rəngsən, məzarların üstünə daşı, gül çövrənlə bəzədilsən. Qərənfilsən, tər çiçəksən, al qırmızı, parlaq rəngsən, məzarların üstünə daşı, gül çövrənlə bəzədilsən. Sənədir qərənfilsən, çin-çin pərçəksən, şəhid qanına boyanmış, ayağlı bir mələksən. Şəhidlərin şəhidisən, xalq seçən tək şahidsən sən. Göndərdi gülnaməsən, şəhidlərin şəhidisən. Al yanaqlı bir çiçəksən, şəhid qanına boyanmış, gülnaməsən bir çiçəksən. Sənə salam söyləyəcək Təbrizdən əsən küləklər, öpüb qara başdaşının nazım çəkəcək mələklər. İrəvandan, Qarabağdan uçub gələn yurd quşları cəhcəh vurub səs salacaq, oyadacaq dağ daşları. Sənə salam söyləyəcək Təbrizdən əsən küləklər, öpüb qara başdaşını nazım çəkəcək mələklər. İrəvandan, Qarabağdan uçub gələn yurd quşları cəhcəh vurub səs salacaq, oyadacaq dağ daşları. Mənim üçün bir qədər asandır ona görə ki, yəni burada əyləşən əksər şəhid analar məni tanıyırlar. Mən 37 ildir jurnalistikadayam. 90-cı illərdən şəhid qazi mövzusunda dəfələrlə yazmışam və 27 sentyabr tarixindən də demək olar ki, 408 ayda yəni hər gün Azərbaycanın bu başından bu başına bütün şəhid ailələrinə, qazilərə baş çəkməyə, onları ziyarət etməyə çalışıram. Təbii ki, olmadan evlər də olur. Çünki şəhidlərimiz çox, mən isə tək və özümə də söz vermişəm ki, ölənəcəm də bu yolda olacağım, heç vaxt bu yoldan dönməyəcəm. Səhhətim imkan versə də, verməsə də, digər problemlər çıxsa da, çıxmasa da hər zaman şəhid ailələrinin, şəhid analarının, qazilərimizin yanında olacağım. Mən Şərbiyə ananı artıq 4 ilə yaxındır Bərdədən tanıyıram. Dəfələrlə, yəni onunla bir araya gəlmişəm. Elvin balamızın mövludunda iştirak eləmişəm, anın günündə iştirak eləmişəm. Dəfələrlə onun haqqında həm paylaşımlar eləmişəm, həm yazılar yazmışam.
və hər zaman da arzu eləmişəm ki, onun balasının haqqı, əziyyəti yerdə qalmasın. Bir gün o da öz şəhid adını ala bilsin. Bu olacaq, olmayacaq, hər halda Elvin qəhrəmandır, igiddir. Çünki o aprel döyüşlərini və İkinci Vətən müharibəsinin iştirakçısıdır və xidməti zaman bu dünyasını dəyişib və bütün hallarda o şəhidlik adını haqq eləyir. Mən Şərqiyə ananın, Elvin balamızın atasının qarşısında, qardaşının qarşısında baş əyirəm. Onun hərbiçi qardaşının qarşısında baş əyirəm. Şəhidimizin ruhu şad olsun deyirəm, məqamı uca olsun deyirəm. Bəlkə də kimlərsə məndən inciyər, bəlkə də incik qalar, amma mən heç vaxt, yəni bu bütün tədbirlərdə çıxışlarında demişəm, mən şəhidlərə Allah rəhmət eləsin sözünü deməmişəm, demirəm, deməyəcəm. Çünki Quranda da var ki, şəhidlərə ölü deməzlər. Rəhmət sözü də ölülərə düşülür və baxır ölüyə. Ona görə də Allah bütün şəhidlərimizin, burada əyləşən bütün anaların, balalarının, yəni şəhid balalarımızın və burada olmayan şəhid balalarımızın məqamlarını uca eləsin, məkanlarını cənnətli eləsin, ruhlarını şad eləsin. Ruhları hər zaman bizim üçün əzizdir, doğmadır. Allah hər birinizə övladlarınızın torpağı sana həm səbir dözüb, həm də ömür versin. Heç zaman özümüzə ölüm arzulamayın, xüsusən analar özlərini heç zaman ölüm arzulamasın. Çünki şəhidlərimizi yaşadan o göydəki Allahımız yerdə isə onun valideynləridir. Allah sizlərə yaşadığınızdan da artıq ömür versin ki, o babaların bu dünyada, bu qədir bilməz dünyada, fani dünyada balalarınızın ruhunu, xatirəsini yaşadasınız. Sizlər varsınız, bugün hamınız sizlərin başına toplaşırıq. Qardaş da özünə, qız da özünə, bacı da özünə, oğul da, əmi də, dayı da, hər kəs özünə. Şəhidlik göydə yaşadan, Allah yerdə də onu dəyər verən analar, atalar da. Allah hər birinizə səbir gözü versin, hər birinizi öpürəm, bağrımı basıram, var olasınız. Teşekkür ederim. İndi isə onların qarşısında söz demək bizim üçün çox çətindir. Bunların hər birinin əllərindən öpürəm. Allah onlara rəhmət eləsin, qazilərimizə can sağlığı versin, veteranlarımıza can sağlığı versin. Allah dövlətimizi qorusun, millətimizi qorusun, prezidentimizi qorusun. Sağ olun. Azərbaycan, sənə fəda olsun bu can. Yaşa, yaşa Azərbaycan, sənə fəda olsun bu can. Şüaridir cümlə cahan, şüaridir cümlə cahan. Vətən əzizdir, candır, Qarabağ, Azərbaycan. Vətən əzizdir, candır, can. Hazırlıq vətən çürümməyə, haqqın yolundayıq biz deyə. Hazırlıq vətən çürümməyə, haqqın yolundayıq biz deyə. Gelin Şevket Türkiye, gelin Şevket Türkiye. Vətən əzizdir, candır, Qarabağ, Azərbaycan. Vətən əzizdir, candır, Qarabağ, Azərbaycan. Çoğluyuq biz beləyik, düşmən sevilməsin dedik. Çoğluyuq biz beləyik, düşmən sevilməsin dedik. Dünyaya sübut eylədik, dünyaya sübut eylədik. Vətən əzizdir, candır, Qarabağ, Azərbaycan. Vətən əzizdir,
Çox sağ olun ki, bizlərə də söz verdiniz. Mən nə deyə bilərəm? Şəhidlərimiz həmişə yüksək zirvələrdə olub və olacaq da heç vaxt unudulmayacaq. Bugün bura biz şəhidimizin məclisinə yığışmışıq. Şəhidimiz elminin timsalında olan bütün şəhidlərimiz qarşısında baş əyirəm. Var olsun Cənab Prezidentimiz, Ali Başkomandanımız, qalib sərkərdəmiz İlham Əliyev hər bir gənci öz ətrafında dəmir yumruq olaraq sıx birləşdirdi və 30 il həsrətində qaldığımız erməni işğalı altında olan torpaqlarımızı 30 ildən sonra azad etdik. Və bugün də biz alnı açıq, başı dik gəzirik və burada əyləşən şəhid analarımızın qarşısında baş əyirəm. Allah sizlərə səbir versin. Allah o qara vurduları bir daha bizlərə göstərməsin və başımızın üstündən yox etsin. Var olun, sağ olun. Bir daha hər birinizə təşəkkür edirəm diqqətinizə görə. Sağ olun. Şeydən həmişə deyəcək bir sözüm var. Mən söz yazıb şeir yaradıram, şeir yazıb mahnı yaradıram, amma onlar qanları ilə silinməz tarix yazıb vətən yaradır. Bəzən bu 5 ildə təkrar eşitdiyimiz sözlər var ki, sənin oğlun ölməyib, sənin qardaşın ölməyib. Heç ölməyibsə hanı belə bir söz var. Yəni, doğrudan da qardaşa adına layiq olanlar çoxdur, amma mən yaşamın yerini heç nə verə bilməz. Və bəzən fikrimdə olub, amma qeyd edib, vurğulamadığım bir sözdür ki, söz gəlişi yox, hamı deyir ki, ana, təbii ki, ana bir nəfərin deyil, hər birimiz anasıdır. Amma bəzən deyirlər, ata, mən demərəm. Çünki mən atası böyümüşüm. Reklama xatir deyirlər. Məsəl üçün, ana, mənim anam torpaq altında da olsa anaların anasıdır. Görəcəm, bu şəhidlərimiz var ki, atası, anası yoxdursa və kimə, o dəyər kimə verilir? Bu, belə bir şey var. Bu, Yəqət Olmaz bazımızda da mən təşəkkür edirəm ki, mahnını oynan addımlamışıq. Bəstəkarı oldu. Yəni, yenə də deyirəm, mənim borcumdur, boyum borcumdur ki, valla, nə əlimdən gəlir yazım. Yəni, sizin tanımıram ki, yəni, sizin oğlunuz kimdir, amma bir dənə adın deyib, mən məlumatı sənin dilindən yazım mən. Bəzən var ki, niyə mənə yazmamısan, mən sizə tanımıram. Əgər siz də mənə tanımırsınızsa, deməli, o mən sadəliyimdə təkəbbürü deyiləm. Necə ki, dəyərli qardaşımız, dəyərli sənətkar Ruslan Səfərovunu tanıyırsınız. Amma onun bütün hamısının sözləri müəllifimə. Amma mən yoxum ortada. Niyə? Çünki Elşən yox, Elşən bütün hamısı mənim qardaşlarımdır. Analarımız söz, bacılarımız söz, nə bilim, o düşdüyü yeri yandırırdı. Yəni sizə qədər mən sizi başa düşürəm. Mən sizin qarşınızda başlayıram. Mən də ilk öncə hər kəs salamlayıram və Canaşım müəllim sizə də təşəkkür edirəm və Rüstəm müəllimə də təşəkkür edirəm ki, hər zaman şəhid ailələrinin, qazilərin yanındasınız. Ülviyə xanım, siz bizim həqiqətən dəyərlimizsiniz. Kim nə deyir, eləyir, necə eləyir, hər zaman bizim anamızsınız. Ülviyə xanım da qeyd elədi ki, gecə saat 4-də biz gəldik, çıxdıq evə. Şəxsən mən 4-də getdim, çıxdım evimizə. Şəhid qardaşının toyu idi. Amma bu toy deyildi. Həqiqətən mən inanın ki, şok yaşadım. Bir ata, bir ana bir övladını itirir və o bir övladına toy yerinə əməllə həqiqətən yas idi. Tədbir idi. Həqiqətən oynamaq yox, qol qaldırmaq yox, bir musiqi yox. Yalnız vətənpərvər musiqilər, muğamlar, şəhid şeirləri, ana şeirləri, yalnız belə bir tədbir idi və bizim üçün də həm qürurluydu, həm ağrıydı o boyda məclisi aparmaq mı deyim, təşkil eləmək mi deyim, 6 saat ayaq üstə qalıb. Devlətdə gəlir, torpaqda gəlir ki, bu millətimizdə, torpağımızda, devlətimizdə, qanunumuzda boşuyur. Onların qarşısında baş əyilməliyiz. Onların fikrini mövcədə bilirlər. Bu boyda Azərbaycan xalqının, anaların evlatları, ataların evlatları və mənim evlatlarında onun kimi olmalıdır. Qara qorxular üstümüzdən götürürsə, Allah'a mülkür. Bütün o şəhidləri hamısına rəhmət edirlər. Qalanlara can sağlığı.
qazilərimizə Allah sağlam, şəfa versin, onlarla ayağa durub özlərini hərəkət edə bilsin. Allah heç bir anıya, asıya, devlətimizə heç vaxt belə bir gün qismət eləməsin. Devlətimiz nə qədər firavan yaşasa, biz də yaxşı yaşayırıq. Mən deyiləm, mənim yoldaşım deyil, gör neçə analar bax belədir, neçə atalar belədir. Bunu hamısını gərək başa düşəcək. Prezidentimizə, ondan sonra xalqımıza, hamısına minnətdaram, baş əylərin qarşısında. Necə sevməyək və necə bu atanın yanında olmayaq. Biz sizi sevirik, sizin oğlunuz Allah qatında şəhiddir, dövlət qatında sevilir. Çünki dövlət başçısı da onun yiğitliyinə görə medallar təklif edibdir. Var olun, Allah sizə can sağlığı versin. Və Elman. Teşekkür ederim. Yəni, külək tədbiri verəcəm Zəminə xanıma sözü. Hər birinizə gəldiyiniz üçün təşəkkürümü bildirirəm. Bugün də bir qəhrəmanımızı tanımış olduq. Elvin Zəfərzadəni tanımış olduq. İnanıram ki, bu şəhidlərimizin valideynlərinə bir təsəlli oldu. Yəni, nə qədər bacardıqsa, nə qədər əlimizdən gələ bildiyi qədər çalışdıq ki, ən azından təsəlli verək. Başda Rüya xanım olmaqla hər birinizə təşəkkürümü bildirirəm. Kəmalə xanıma əziyyətinizi, haqqınızı halal edin. İnşallah ki, bundan sonra da növbət şəhidlər. Söyle görün gecəsən, gündüzlərin bir yana, yatırsan gecəsən. Yoxsa dolub gözünə qaranlığın zülməti, zindan edib özünə çəkirsən bu zilləti. Söylə şəhid anası, xatirələr qəlbini parçalayıb didirmi, toparlayıb səbrini, üsyanların bitirmi. Söylə şəhid anası, heç düşürmü yadına balanın körpə çağı, heç laləzər görürsən bu xəzan oluşmağı. Yenə basıb bağrına, layla deyib adına, şirinin balın deyib doyursan mı dadına. Söylə şəhid anası, xəyallar aləminə gedirsənmi de yenə sığal çəkib telinə. O körpə əllərini alırsan mı əlinə. Necə xatırlayırsan uşaqkən balanı, ondan uzaq tutardın hər xətanı, bəlanı. Yadında mı dil açıb sənə ana diləsi, ayaq açıb yeriyib sənə tərəf gəlməsi. Söylə şəhid anası, söylə qürurlu qadın, böyüdüm arzular böyüdükcə övladım. O məktəbə gedəndə arxasınca baxardım. Evə biraz gec gəlsə onun üçün darıxardım. Bəs o əskər gedəndə de gördünmü doyunca, yola salıb balanı su atdınmı dalınca, dedinmi salamat get, vətəninə qulluq et, döyüşüb canla başla, torpağını azad et. Söylə şəhid anası, söylə gözümlü qadın, o gün necə oyandın, qara xəbər alanda, şəhid olub övladın. Necə dözdü ürəyin, necə dözdün dayandın, başa qara bağlayıb, hönkür, hönkür ağlayıb. Balanı soraqlayıb, sarıldın mı tabuta, devida etmək üçün, üzünü görmək üçün, son dəfə öpmək üçün, əl attın mı tabuta. İndi fəxrin, qururun bir məzarda uyuyur, ruhu başının üstə səni səndən qoruyur. Çünki şəhid balana ehtiyacın çox sənin, tutunmusan keçmişə, gələcəyin yox sənin. Dinlə, dinlə şəhid anası, dinlə xalqın anası, şəhid qardaşımızdan əmanətsən bizə sən, biz də sənin mənəvi övladınıq biləsən. Cənnət ayağın altda, dərdimiz köksündədir, səninsə yerin bizim gözümüz üstündədir. Şəhidin cənnətində gül toxumudur ana, sən köçüb getdiyində əkiləcək bağlı, əkiləcək bağlı. Çox sağ olun, üzürlü sağ olun, Allah'ınız.
Şəhidlərimiz Qarabağın qartalı, şəhid oldu ananın dəyişdi halı. Axı balasına çalınmadı vağzalı, bu dərdə əzaba dözərmi ana? Ömrünü doyunca sürmədi oğlu, ana sağ gözlədi gəlmədi oğlu. Beylik libasını Allah giymədi oğlu, bu dərdə əzaba deyil dözərmi ana? Gündüzlər dərdinin çoxsu yoxdur, gecələr yatmayır yuxusu yoxdur, İgid balasının qoxusu yoxdur, bu dərdə əzaba dözərmi ana? O böyük dərdini ürəyində saxlayır, o böyük dərdini ürəyində saxlayır, gedib baş daşını bərk qucaqlayır. Oyan, dura yox ol deyib ağlayır, bu dərdə əzaba dözərmi ana? Yox dözməz, anadır ürək daş deyil, bala dərdi ilə başqa dərd heç sindaş deyil. Bax ağarıb saçları həmən baş deyil, bu dərdə əzaba dözərmi ana? Belə bir həsrətə mən necə dözüm? Bir cavan qardaşı itirmişəm mən. Qələbə ilə gəlişini gözlədim, Allah tabutun əlimlə gətirmişəm mən. Deyil darıxma gələcəm qardaş, hələ də sözünə inanıram mən. Hər gün yoxluğunu düşündükcə mən sənsiz yaşamağa utanıram mən. Belə etibarsız deyildin qardaş, mənim arxam idin, dayağım idin. 21 iyunda son ad günündə bilməzdim sən mənim qonağım idin. Son zəngində söylədi mənə, mən gəlsəm qarşıma sən çıxarsan, əgər gələ bilməsəm mən şəhid olsam 3 körpə balama yaxşı baxarsan. İlahi bu dərdin ağırlığı çox, qardaş həsrətinə dözə bilmirəm. Torpağın altında qardaşım yatır, torpağın üstündə gəzə bilmirəm. Torpağın altında qardaşım yatır, torpağın üstündə gəzə bilmirəm. Bir daha bütün şəhidlərimizin ruhu qarşısında böyük itramla baş əydim.